Müslüman Qavası kitabında müəllif rahimehullah sünnədə varid olan zikirləri gətirir və səhər və axşam edilən zikirləri davam etdiririk və onlardan Seyyidul İstiğfardır. Seyyidul İstiğfar, istiğfarın ağası adlanan zikirdir. Və bu Şəddəd ibn Avs radiyallahu anhudan rəvayət olunur. Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm buyurur ki, Seyyidul istiğfar ən təqulə Allahümmə əntə Rabbi. İstiğfarın ağası belə deməyindir. Allahümmə əntə Rabbi. Allahım, sən mənim Rəbbimsən. La ilahə illə ənt. Səndən başqa ibadətə haqqı olan məbud yoxdur. Xalaqtəni, məni sən yarattın. Məni sən yaratmısan və ənə abduka, mən sənin qulunam. Və ənə alə əhdikə və vaadikə məstəta'tu, mən bacardığın qədər sənin əhdində və vədindəyəm. Əudu bikə min şərri mən sana'tu, etdiyim əməllərin şərrindən sənə sığınıram. Əbu ləkə bi ni'mətikə aleyyə, sənin mənim üzərimdə olan nemətini etiraf edirəm. Və əbu ləkə bi zəmbi, və öz günahımı etiraf edirəm. Fəğfirli, məni bağışla. Fə innəhu lə yəğfiru zunubə illə ənt. Günahları yalnız sən bağışlayırsan. Və sonra buyurur ki, mən qaləhə minən nəhər muqinən bihə. Kim bunu gündüz deyərsə, yəqinliklə inanaraq, fəmətə min yevmi qablə ən yumsi, və həmin günü axşam olmazdan əvvəl ölərsə, fəhvə min əhlil cənnə, o cənnət əhlindən olar. Və mən qaləhə minəl-leyli və huvə muqinun bihə, kim onu gecə vaxtı deyərsə, yenə inanaraq, yəqinliklə inanaraq, fəmətə qablə ən yusbih, səhər olmazdan əvvəl ölərsə, fəhvə min əhlil cənnə, o cənnət əhlindəndir. Yəni bunu Buxari rahimehullah öz səhih əsərində gətirmişdir. Və burada Peyğəmbər sallallahu aleyhi və səlləmin sözü Seyyidul istiğfar. Yəni Seyyid ərəb dilində öndə gedən başçıya deyilir, hansı ki, yəni insanlar ehtiyaclarını ona qaldırırlar. Yəni bu hədisə də Seyyidul istiğfar deyilmişdir. Və bu hədis, yəni bu zikir özündə əhatə etdiyi əzəmətli mənalara görə, hansı ki, inşallah onlar gələcək, qeyd olunacaq. Və insanın burada dediyim əstəğfirullah, əstəğfirullah, əstəğfirullah və buna oxşar istiğfarın formaları vardır. Fəinnə hədəl hədis, əv mə cəə fi hədəl hədis, bilə rəy ətəm və əvfə min cihədil mə'nə. Amma bu Seyyidul istiğfarda gələn istiğfarın forması, bağışlanma diləməyin forması isə məzmunu daha tamdır, daha əhatəlidir. Çünki burada məbudun, ibadətə layiq olanın etiraf olunması vardır və bu da əzəmətli işlərdən sayılır. Və həmçinin insanın öz üzərində olan müəyyən işlərini etiraf etməsi, Rəbbinə dönməsini və Allahın nemətlərini etiraf etməsi və bunların hamısının bəyanı inşallah gələcəkdir. Fəqavluhu Allahümmə əntə Rabbi, və burada keçən Allahım, sən mənim Rəbbimsən. Allahümmə sözünü götürdük ki, ya Allah deməkdir. Allahümmə, ya Allah. Əntə Rabbi, sən mənim Rəbbimsən. La ilahə illə ənt, səndən başqa ibadətə haqqı olan məbud yoxdur. Xalaqtəni, məni sən yaratmısan. Və ənə abduk, mən sənin qulunam. Və bu sözləri deməklə qul Rəbbinin qarşısında müti olur, ona boyun əyir, onun qarşısında sınır və Rəbbinin rübubiyyətini etiraf edir. Deyir ki, sən mənim Rəbbimsən. Və elə bil ki, deyir ki, sən mənim Rəbbimsən, mənim səndən başqa Rəbbim yoxdur. Və səndən başqa yaradan yoxdur. Rab sözünün mənası elə seyyid, idarə edən, tərbiyə edən mənasını verir. Yəni Allah Teala qullarını yaratmış, onları zahiri və batini nemətlərlə qidalandırır, hissi və mənəvi nemətlərlə. Və bütün bunlar hamısı bura daxildir.
فَهُوَ يَصْرِفُهُمْ وَيُدَبِّرُ شُؤُونَهُمْ. Yəni Allah Teala'dır onların işlərini idarə edən və onların işlərini səhmana salan. Deməli, bu sözləri deməklə, yəni qul etiraf edərək deyir ki, ya Allah, sən mənim Rəbbimsən, sən mənim ağamsan, mənim işlərimi idarə edənsən, sən mənim xaliqim, məni yaradan sənsən və məni istədiyin kimi idarə edən də sənsən. Və burada rububiyyət tövhidinin etirafı keçir. Və bunun ardınca isə uluhiyyət tövhidinin etirafı gəlir. Çünki idarə edən, yaradan, dirildən, öldürən, ruzi verən, ibadət olunmağa layiq olan odur. Yəni qəlblər, nəfslər və ruhlar bütövlüklə ona yönəlməlidir. Və həmçinin burada uluhiyyətin etirafı vardır. Uluhiyyətin. Yəni Allah Teala'dır, tək ibadətə layiq olan ondan başqası deyildir. Əgər Allah Teala bütün bunların hamısından malikdirsə, ondan qeyrisinə yönəlmək olmaz. Və burada insan deyir ki, Əntə Rabbi əlləzi xalaqtəni leysə li xaliqun sivak. Sən mənim Rəbbimsən, məni sən yaratdın, mənim səndən başqa xaliqim yoxdur, yəni məni yaradan sənsən, səndən başqa ibadətə layiq olan məbud yoxdur. Və buna görə də biz Qur'anda çox görürük, rububiyyət tövhidinin iqrarını, rububiyyət tövhidi gəlir və hətta onların rububiyyət tövhidini qəbul etməsi, etiraf etməsi və bununla onların qarşı çıxdığı, müxalif olduğu uluhiyyət tövhidinin tələbi onlardan tələb olunur. Yəni, uluhiyyət tövhidi onlardan tələb olunur. Yəni, müşriklər Allah Teala'nın rububiyyətini qəbul edirlər. Soruşulanda ki, yaradan, öldürən kimdir? Deyəcəklər Allah. Yəni, bunu etiraf etdikdən sonra Allah Teala uluhiyyət tövhidini gətirir, yəni ibadət tövhidini. Bunlar kimin əlindədirsə, uluhiyyət də, yəni ibadət də ona olunmalıdır. Allah Teala rububiyyət tövhidini gətirməklə, onların bu etirafını gətirməklə onlardan ibadəti də yalnız Allaha yönəltməyi onlardan tələb edir. Yəni bu işlər kimin əlindədirsə, ibadətə layiq olan da odur. فَلَا تَجْعَلُوا لِلَّهِ أَنْدَادًا وَأَنْتُمْ تَعْلَمُونَ. Yəni siz bildiyiniz halda Allaha şəriklər qoşmayın. Nəyi bildiyiniz halda? Yəni Allah Teala'nın rububiyyətdə, yaratmaqda, diriltmək, öldürmək, ruzi vermək, yəni bunlarda Allahın şəriki olmadığını bildiyiniz halda ibadətdə də ona şərik qoşmayın. Yəni necə olur ki, yəni bu işləri görən Allah, amma insan Allahdan qeyrisinə yönəlsin. Və burada da qul etiraf edir ki, La ilahə illə ən, səndən başqa ibadətə haqqı olan məbud yoxdur. Yəni haqq məbud, ilah Allah Teala'dır. Fəəntə vəhdəkəl müstəhiq lil-ibadə. Tək sənsən ibadətə layiq olan. Və burada həmçinin uluhiyyət tövhidini qul elan edir. Və bundan sonra deyir ki, və ənə abduk, mən sənin qulunam. Mən sənə ibadət edənəm. Bütün əməllərimlə, hansı ki, o əməllərlə sənə yaxınlaşıram, sənə yönəlirəm və haqq məbud sənsən. Səndən başqa haqq məbud yoxdur. Sən mənim Rəbbimsən, səndən başqa ibadətə layiq olan məbud yoxdur və mən də sənin qulunam. Və burada rububiyyəti Rəbbə isnad edir və insan özü də elan edir ki, özü quldur və Allah Teala'dır yaradan. Və itaəti, ibadəti yaradana, ruzi verənə, neməti bəxş edənə yönəldir. Deməli, nemət verən, ruzi verən və yaradan, öldürən, dirildəndir ibadətə layiq olan. Və bu da uluhiyyət tövhididir.
Əgər Allaha şərik qoşmaq zülmün yəni ən böyüdürsə, yəni çünki insan yəni ibadəti və şükrü yaratmayana yönəltmiş olur. Şərik qoşan insan ibadəti və şükrü yaratmayana yönəltmiş olur. Və buna görə də Quranda çox yerdə gəlir ibadətlə yaratmaq arasında bağlılıq. Quranda ilk gələn əmr Ya eyyuhan-nasu ubudu rabbakumullezî xalaqakum vellezîne min qablikum leallekum tettaqun. Ey insanlar, sizi yoxdan var edən, xəlq edən Rəbbinizə ibadət edin və sizdən əvvəlkiləri yaradan, təqvalı olasınız deyə. Və Quranda gələn ilk əmirdir. Və həmçinin Quranda digər dəlilləri, ayələri araşdırsan, görərsən ki, ibadət əmri gəlir və həmçinin bunun səbəbi olaraq, bu əmrin səbəbi olaraq Allah Teala'nın yaradan olmasıdır. Yəni, ibadət yaradana yönəldilməlidir, başqasına yox. Çünki yaradan, ruzi verən, neməti bəxş edən odur. Yəni, ruzi verən Allah, neməti verən Allah Teala, sonra insan şükrü Allahdan qeyrisinə yönəldir. Və bu heç bir halda ola bilməz. Və bu zülmün ən böyüyü sayılır. İnnə şirkə lə zulmun azim. Həqiqətən şirk ən böyük zülümdür. Və bundan sonra bu zikirdə keçir ki, və ənə alə əhdikə və va'dikə məstəta'tu. Və mən bacardığım qədər sənin əhdində və vədindəyəm. Sənin əhdində və vədindəyəm. Yəni, sənin əhdinə vəfalı çıxmaqda davam edəcəyim. Elm əhlindən bəziləri deyir ki, burada nəzərdə tutulan, yəni əhd peymandır. Hansı ki, A'raf surəsi 172-ci ayədə keçir. وَإِذْ أَخَذَ رَبُّكَ مِنْ بَنِي آدَمَ مِنْ ظُهُورِهِمْ ذُرِّيَّتَهُمْ وَأَشْهَدَهُمْ عَلَى أَنْفُسِهِمْ أَلَسْتُ بِرَبِّكُمْ قَالُوا بَلَى شَهِدْنَا أَنْ تَقُولُوا يَوْمَ الْقِيَامَةِ إِنَّا كُنَّا عَنْ هَذَا غَافِلِينَ. Yəni qiyamət günü necə ki ayədə keçir, bir zaman Rəbbin Adəm oğullarının bellərindən onların törəmələrini çıxarmış və mən sizin Rəbbiniz deyiləmmi deyə onları özlərinin əleyhinə şahid tutmuşdu. Onlar bəli, biz şahid olduq demişdilər. Bu ona görədir ki, siz qiyamət günü biz bundan xəbərsiz idik deməyəsiniz. Yəni insan artıq o vaxtdan yəni əhd verib. Yəni Allah Teala Adəmin belindən onun zürriyyətini çıxartmış və onları şahid tutmuş və onlardan əhd peyman almışdır. Və elm əhlindən bəziləri buna yönəldir ki, ənə alə əhdikə və va'dikə, mən sənin əhdində və vədindəyəm. Və vədi isə belə izah vermişlər ki, həşir günü, dirilmə günüdür, qiyamət günüdür. Və bunu elm əhlindən bəziləri buyurmuşdur. Və bundan da daha gözəl olan isə odur ki, İbn-i Qayyim rahimehullah buyurur, Bi-ennel məqsud bil-əhdi vəl-va'di ennə zəlikə ya'ni i'lənəhu ənəhu multəzimun bi-şər'ihi və əmri və dini. Və burada əhd və vəd deyildiyi zaman, mən sənin əhdində və vədindəyəm gücüm çatdığı qədər, yəni burada insanın bir növ, yəni elan etməsi vardır ki, Allahın şəriətinə, buyurduğuna, əmrinə və dininə riayət edəcəyəm. Və bu da Allah Teala'nın qullarına olan əhdi sayılır. Və həmçinin insan Allahın vədini də təsdiq edir və vədi də yəni əməllərin qarşılığının, savabının, mükafatının verilməsidir. Və bu özü özlüyündə əmrə riayət etmək özündə əhatə edir. Və həmçinin vəd olunanı təsdiq etmək özündə əhatə edir. Və həmçinin yəni bu əhdə imanı tələb edir. Yəni ihtisab, savabı Allahdan gözləməyi. Və zəlikə bin-nazar iləl-va'd. Və bu vədə baxdığımız zaman Allah Teala vəd verib, yəni əməllərin
qarşılığı olacaq. Yaxşı əməllər mükafat, pis əməllər cəzası. Və həmçinin insan yaxşı əməllər etdiyi zaman və bunun mükafatını, savabını və cənnəti Allahdan gözləyir. Və bundan sonra insan biləndə ki, yəni bu məqamı gerçəkləşdirməsi, tam şəkildə gerçəkləşdirməsi çətindir, mümkün deyil. Yəni buna gücü çatmayacaq. Allaha layiq şəkildə yerinə yetirməsi, yəni mümkün deyil. Ona görə deyir ki, məstata'tu, bacardığım qədər. Mən bacardığım qədər sənin əhdində və vədindəyəm. Yəni bacardığım qədər, gücüm çatdığı qədər mən iman üzərində, ixlas üzərində qalacağam və bundan möhkəm yapışacağam və savabı və əcri və mükafatı gözləyəcəyəm, yəni savabı ümid edəcəyəm sənin qatında olan. Və bunun içərisində də insan eyni zamanda öz acizliyini, zəifliyini etiraf edir. Yəni Allahın haqqını, məbudun, o hökümdarın haqqını yerinə yetirə bilməyəcəyini, tam şəkildə bilməyəcəyini etiraf etmiş olur. Və elə bil ki, deyir ki, ənə lə aqdiru ən a'budəkə haqqa ibadətik. Mən sənə haqqıyla ibadət edə bilmərəm. Haqqıyla ibadət etmək mümkün deyil. Lakin gücüm çatdığı qədər ibadət edəcəyəm. Yəni bu mənanı İbn Qayyim rahimehullah gətirmişdir. Və bu İbn Əsir'in dediyindən daha aydındır. Çünki burada məstata'tu sözündən nəzərdə tutulan, yəni mə cərə bihil qadər əllə yəqa və la yətəhaqqaq və zəlik la yəkun. Yəni o demişdir ki, burada bacardığım qədər deyildiyi zaman, yəni qədərin artıq təqdir etdiyi, hansı ki, təqdir olunub ki, baş verməyəcək, gerçəkləşməyəcək, bu olmayacaq, bu istisna olunur. Amma sözsüz ki, İbn Qayyim gətirir, daha uyğundur. Və həmçinin və mitlədə qaləl Hafiz İbn Qayyim rahimehullah və eynisini də İbn Teymiyyə rahimehullah ondan əvvəl demişdir. Deyir ki, ənə aqum bizəlikə biqadr istitaati. Yəni mən bunları bacardığım, gücüm çatdığı qədər edəcəyəm. Sənin layiq olduğun qədər yox. Fə ənə la utiqu hədə. Yəni sənin layiq olduğun ibadəti mən edə bilmərəm. Mənim gücüm çatmaz. Mən nə qədər güc sərf etsəm də, nə qədər əməl etsəm də, nə qədər çalışsam da sənin haqqını ödəyə bilmərəm. Ona görə burada deyir ki, ənə alə əhdikə və va'dikə məstata'tum. Mən bacardığım qədər sənin əhdində və vədindəyəm. Yəni sənin əhdində və vədində qalacağam, bacardığım qədər, gücüm çatdığı qədər. Və sonra deyir ki, əuzu bikə min şərri mə sanat. Və etdiyim əməllərin şərrindən sənə sığınıram. Yəni burada əuz sözü, ədə, yəuzu, əuzu, yəni insan qorunduğuna sığınmasıdır. Yəni insan Allaha sığınır etdiyin əməllərin şərrindən. Yəni onların pis aqibətindən, pis nəticəsindən. Yəni Allahın cəzasının, bəlasının gəlməsindən. Yəni bütün bunların hamısından Allaha sığınır. Etdiyim əməllərin şərrindən, yəni şər nədir? Cəzalar, bəlalar, yəni günahın üzərində tərtib olunan, əməllərin üzərində yaranan fəsadlardır, bəlalardır. Və həmçinin yəni yenə Allaha sığınır ona qayıtmaqdan, yəni günaha qayıtmaqdan, günah üzərində davam etməkdən. Yenə həmçinin sığınır pis əməllərdən, ondan çıxan çirkablardan və onlardan Allaha sığınır. Çünki o çirkablar, günahlar, pisliklər insanı alçaldır, aşağı salır. Onun ahirətdə olan mərtəbəsini aşağı endirir. Və həmçinin dünyada da onun üzərinə bəlaların müsallat olmasına səbəb ola bilir. Və eyni zamanda da ahirətdə əzabın. Və buna görə hər birisindən Allaha sığınır. Və sonra davam edərək deyir ki, Əbu ləkə, mən sənə etiraf edirəm. Bi ni'mətikə aleyyə, sənin mənim üzərimdə olan neymətini. Və əbu bi zəmbi, və öz günahımı da etiraf edirəm. Yəni birinci Allahın ona verdiyi neyməti etiraf edir,
nimət verəni etiraf edir. Yəni ona boyun əydiyini etiraf edir. Yəni Allahın ona olan nimətini unutmur. Çünki Allah Teala nimətləri olduqca çoxdur, sayılmaz qədərdir. Və necə ki sələflərdən birindən gəlmişdir ki: "İn aradta ta'lama qadra ma an'ama Allahu alayka faghammid aynayka." Əgər Allah Teala'nın sənin üzərində olan nimətin dəyərini bilmək istəyirsənsə, gözlərini yum. Bunu bilmək istəyirsənsə, gözlərini yum. Və onda xatırla bəzi nimətləri. Hətta bu sadəcə hələ göz baxımından insan gözlərini yumsa, gör nə qədər nimətlərdən məhrum olmuş olur. وَمَا بِكُمْ مِنْ نِعْمَةٍ فَمِنَ اللّٰهِ Allah Teala buyurur, sizə verilən hər bir nimət Allahdandır. Bu hələ tək göz tərəfindən bu qədər nimətlər varsa, başqa orqanlar tərəfinə görə nə qədər nimətlər var və insanın saya bilməyəcəyi nimətlər vardır. Və burada insan etiraf edir. Allah Teala ona nimət bəxş edib və həmçinin burada hər hansı bir nimət qeyd olunmur, ümumi gəlir. Əbu ləkə bi ni'mətikə, yəni sənin nimətini, yəni sənin nimətlərini, zahiri və batini nimətlərini etiraf edirəm. Bildiyim və bilmədiyim nimətlərini etiraf edirəm. Və eyni zamanda insan bu sözü deməklə öz müqəssirliyini, günahkar olmasını etiraf edir. Yəni belə ki, o nemətlərin şükrünü ödəyə bilmədiyini etiraf edir. Və sonra isə deyir ki, və əbu bi zəmbi, və günahımı etiraf edirəm. Yəni günahlarımı etiraf edirəm. Baxmayar ki, Allah Teala quluna ikram edib, ona nemətlər bəxş edib, onu böyüdüb, onu yaradıb və bununla yanaşı nə qədər müxtəlif növ günahlar hasil olur, asiliklər, müqəssirliklər, yəni Allahın yəni itaətlərinə qarşı, buyurduğu əmirlərinə qarşı və Allahın cəlalına və əzəmətinə layiq şəkildə yerinə yetirilmir. Və deyir ki, ya Rab, ey Rəbbim, mən sənin mənə olan nemətlərini etiraf edirəm və mən günahkaram. İhsan sənin tərəfindəndir. Müqəssirlik, səhlənkarlıq, pislik mənim tərəfimdəndir. Və sənin nemətlərinə mən həmd edirəm və sən həmd olunmağa layiqsən və günahımdan isə bağışlanma diləyirəm. Təsəvvür edin, insan yəni bu mənalara, bu həqiqətlərə şahid olur. Və hər səhər və axşam qəlbində bu mənalar gerçəkləşir. Və onda bu insanın Rəbbi ilə olan halı necə olar? Əgər yəni bu zikri insan etdiyi zaman mənasını düşünərək, mənasını anlayaraq edərsə, o insanın Rəbbi ilə olan halı necə olar? Və onun əməli, davranışı necə olar? Və onun qəlbi necə olar? Onun dili necə olar? Onun gözü necə olar? Əgər anlayaraq bu zikri söyləyirsə və həmçinin onun bu nemətlərə qarşı davranışı necə olar? Və artıq bu sözləri insan anlayaraq söyləyirsə, o insandan özündən razılıq, təkəbbürlük, böyüklük ortaya çıxa bilməz. Azğınlıq olmaz, zülüm edə bilməz və həmçinin günahları aşkarda etməz və həmçinin öz əməli ilə xoşal olması, öz əməlini bəyənməsi bu ortaya çıxmaz. Yəni əməli ilə ücub, qürrələnməsi ola bilməz. Yəni ücubda insanın əməli özündən görərək Allahın ona olan yardımını unutmasıdır. Və təkəbbürlük olmaz və deyir ki, mən müqəssirəm, mən zəifəm, mən acizəm, mən günahkaram. Sən isə nemət verən, lütf bəxş edən Rəbsən. Və bütün bunların hamısını dediyi zaman qəlbi ilə xatırlayır. Nə vaxt insan bu iki işi xatırlayarsa, necə ki İbn Teymiyyə Rahimehullah buyurur, həm nemətləri və həmçinin günahını. Nemətləri xatırlayır
və eyni zamanda öz müqəssirliyini xatırlayarsa, o insanın qulluğu gerçəkləşər. Yəni qulluğu düzələr. Düzgün şəkildə ibadət edənlərdən olar. Və həmçinin bilik və iman dərəcələrində ucalar və öz nəfsini aşağı görər və Rəbbinin qarşısında təvazökar olar. Və bu da qulluğun kamilliyindəndir. Və eyni zamanda özündən təkəbbürlüyü, ucbu dəf edər, qovar və əməlini gözəlləşdirməyi, təkəbbürlüyü, özünü böyük aparmağı özündən uzaq edər. Və bundan sonra isə deyir ki, yəni etiraf edərək bu nemətləri və günahına qayıdır və bu da bir növ tövbədir. Deyir ki, fəğfirli, məni bağışla. Yəni bu müqəddimədən sonra yəni tövhidin etirafı, nemətlərin etirafı, Allahın lütfü və insanın öz müqəssirliyi və özü haqqında xəbər verməsi ki, bacardığım qədər sənin əhdində və vədindəyəm. Nemətləri etiraf etdikdən sonra, günahları etiraf etdikdən sonra sonunda deyir ki, məni bağışla. Yəni burada gələn fəğfirli, fə hərfi, yəni bu tərtibata dəlalət edir. Yəni mən bütün bunların hamısını etiraf edərəm, mən müqəssirəm, mən sənə olan itaətdə davamlı olacaq və mən səni ibadətdə təkləşdirəcəyəm, tək sənə ibadət edəcəyəm və mən sənə ibadət edirəm, sən mənim Rəbbimsən, sən mənim ilahımsan, məni bağışla. Bütün günahlarımı bağışla. Çünki Allah Teala'nın rəhməti genişdir. Sən əf sahibisən və günahı bağışlanmaq sənin üçün böyük deyildir. Çünki Allah Teala çox bağışlayan, sən çox bağışlayan, rəhimlisən. فَإِنَّهُ لَا يَغْفِرُ الذُّنُوبَ إِلَّا أَنْتَ Və sonda deyir ki, günahları səndən başqa bağışlayan yoxdur. Məni bağışla, günahları səndən başqa bağışlayan yoxdur və burada da gələn fə səbəbi bildirir və burada usul alimlərinə görə bu işarədir ki, بِأَنَّهُ لَا يَغْفِرُ إِلَّا أَنْتَ فَغْفِرْلِي Yəni günahları yalnız sən bağışlayırsan, məni bağışla. Allah Teala buyurur Əl-İmran surəsi 135-ci ayədə وَالَّذِينَ إِذَا فَعْلُوا فَاحِشَةً أَوْ ظَلَمُوا أَنْفُسَهُمْ O kəslər ki, fühuş əməllər, yəni böyük əməllər, günahlar etdikləri zaman və yaxud özlərinə zülm etdikləri, kiçik günah etdikləri zaman Zəkarullah, Allahın əzəmətini zikr edər, xatırlayarlar. Fəstəğfəru lidunubihim və günahların bağışlanmasını Allahdan istəyərlər. Və mən yəğfiru zunubə illallah. Allahdan başqa günahları bağışlayan varmı? Və ləm yusirru alə mə fəalu və hum ya'ləmun və onlar bildiyi halda günah üzərində israr etməzlər. Fəhələhumullədinə vəadəhumullah. Allah Teala onlara məğfirəti vəd vermişdir. Ulaikə cəzauhum məğfiratun min Rabbi. Onların cəzası, yəni mükafatı Rəbbi tərəfindən bağışlanmalarıdır. Və burada qeyri-müəyyənlikdə gəlməsi məğfiratun, yəni bunun böyük olmasını bilir. Yəni bağışlanmanın böyük olmasını. Günahları səndən başqa bağışlayan yoxdur. İnsan bu seydül istiğfar deyərsə, sonra Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, kim gündüz deyərsə, yəni günün bir hissəsində, yəni gün doğandan axşama qədər deyilə bilir. Səhər və axşam və səhər deyildiyi zaman səhər zikirlərin içərisindədir. Və gün ərzində dünyasını dəyişərsə, cənnətə girər. Və gecə deyərsə, deməli, gecə bu, ona görə bu səhər, axşam zikirlərini, bu zikir məğribdən sonra deyilir. Çünki burada gecə sözü keçir. Muqinən bihə, mən qaləhə minəl-leyli. Kim onu gecə deyərsə, yəqinliklə inanaraq. Yəni, gecə də başlayır gün batandan sonra. Məsələn, digər zikirlər əsrdən sonra məğribə qədər deyilir. Amma bu zikir isə seydül istiğfar gecə, yəni gün batandan sonra deyilir. Gün batandan sonra deyilə bilər, işadan sonra deyilə bilər. Yəni gecə yarısına qədər deyilə bilir. Amma başlama vaxtı gün batandan sonradır. Və ona görə daha yaxşı olar ki, insan
gecənin əvvəlində, yəni gün batan kimi deməyə həris olsun. Yəni çünki bilmir ki, ölüm hansı anda onu yaxalayacaq. Və həmçində gündüz deyildiyi zaman günün əvvəlində deməsi bu baxımdan daha yaxşıdır. Və nə vaxt ölüm onu yaxalayarsa gün ərzində cənnət əhlindən olar. Deməli, mömin bunu mühafizə edərsə, şək yoxdur ki, bu qul üçün bir müvəffəqiyyətdir və həmçinin onun üzərində tərtib olunan bir mükafatdır. Bu hədisin, bu zikrin faydalarını da qısaca götürək inşallah. Faydalardan izharu ma kana aleyhi Nebi sallallahu aleyhi ve sellem minel hudu vel inkisar ve tezallül lillah. Yəni Peyğəmbər sallallahu aleyhi ve sellemin üzərində olduğu mütülük və Allahın qarşısında sınması. İsbatu rububiyyə fi qavlihi və burada əntə Rabbi sözünün içərisində rububiyyətin isbatı vardır. La ilahe illa əntə sözündə isə uluhiyyətin isbatı vardır. Və həmçinin əhdin, Allah Teala'nın Adəmin zürriyyətindən aldığı əhdin etiraf olunması. Çünki Allah Teala onları Adəmin belindən çıxartdıqdan sonra onlardan əhd almışdır. Və həmçinin burada faydalardan biri də odur ki, qulun üzərinə düşən vacib olan odur ki, Rəbbindən hər bir halında həzər etməlidir. Hətta insan ibadətdə nə qədər çalışqan olsa belə, yəni yenə həzər etməlidir, qorxmalıdır. Əgər siddiq, yəni dində onun bu cür əzəmətli yeri olmasına baxmayaraq və onun da Rəbbindən istiğfara ehtiyacı olmuşdur. İstiadə min seyyiətil əməl, yəni pis əməllərdən, yaxud əməllərin üzərində olan o pisliklərdən Allaha sığınmaq və nemətləri onu bəxş edənə mənsub etmək və burada nemət verənə şükür də daxildir və həmçinin küfür, nankörlükdən uzaq olmaq. Əl-əcrül azim limən qal hədə dua. Bu duanı deyən insan üçün, yəqinliklə deyən insan üçün böyük mükafatın hasil olması. Bu da ümumi olaraq, amma müəyyən bir şəxs üçün biz bunu deyə bilmərik. Və Peyğəmbər sallallahu aleyhi və səlləm bunu seyyidul istiğfar adlandırmışdır və demişdir ki, sənə seyyidul istiğfarı göstərimmi, öyrədimmi? Yəni, çünki bu üslubunda və özündə əhatə etdiyi mənalara görə digər istiğfarları ötmüşdür, onlardan üstün olmuşdur.